Əziz izləyicilərimiz, xoş gördük. Avtoboxun ikinci bölümünə xoş gəldiniz. Bugünkü qonağımız Fuaddır. Həmin Qarşavın Qafqaz kimi çempion olmuş avtomobillə yaxınlaşıb bizə. Suallarımız çoxdur. Fuad, xoş gəlmişsən. Xoş gördük. Avtomobil haqqında qısa bir məlumat ver. Opel Astra 1998-ci il 1.8 motordur. Avtomobildə ümumiyyətlə nələrdə dəyişik etmirsən? Yəni stokla indikində nə fərq var? Avtomobildə qardaşım, gördüyün hər şey dəyişib. Maşında dəyişməyən bir şey yoxdur. Yəni bunu Opel sürənlər bilirlər. Yəni ola bilər ki, başqaları bilməsin, amma burada gördüyün nə varsa hamısı demək olar ki, dəyişib. Rənginə kimi dəyişib. Rənginə kimi hətta. Bəli. Nəyə görə? Rəngi Əvvəlki rəngi nə idi? İndiki rəngi nədir? O dörd gözləri rəngi var, onun rəngində idi. O da ki, bəyənilmir indi. Amma indi şeydir, bu indi hal-hazırda Porsche-nin rəngidir. Yeni nəsil rəngdir və daha müasir görünür. Dörd gözü soxdum ortaya. Daydayla sizi kommentə. Qırığın düşəcək. Xeyr ola. Tak. Fuad, Opel'e sevgi ağdan gəlib. Necə? Fuad, Opel'e sevgi ağdan gəlib. Emin bu Kuzaya. Opel'e sevgi yox idi. Yəni gəlib. bu təsadüfən olan bir şeydir. Yəni ümumiyyətlə mən başqa maşın almaq istəyirdim birinci alanda. Hələ get. Fuad, Opel'e sevgi ağdan gəlib. Niyə bu Kuza, niyə Opel və yığmaq həvəslərini sardan yandı? Heç bir sevgi yox idi, deyim sizə açığı. Bu təsadüfən olan şeydir. Aldım maşını və illərlə, yəni ki, o getdikcə maşının bəzi xüsusiyyətlərinə görə başladım bunu yığmağa. Yəni müsbət xüsusiyyətlərinə görə. Avtomobil neçə ildir səndədir? Avtomobil 11 ildir. 11 il. 11 ildir. Yaşın qədərdir səndən, yalan. Nə? Sənin yaşın da yaşıd deyim, yaşıd. Tamam var. Yaşıd deyil, böyüdür, 98-dir maşın. Hər şeyi elə bu hissələr. Fakat üç deyə bilir, 11 il, fikir ərtik alın, məktəb 11 il bundan qabaq mənim yaşım. Beyin yeri Doğrudan Fuad, bu maşın bu il ərzində səndən nə kimi xərclər yaradıb, nə kimi problemlər yaradıb? Ümumiyyətlə bu maşın xərc yaratmır. Yəni açığı deyim, yəni mən burada gizlətmirəm, buna çox adam baxacaq və tanıyan da çoxdur, ustalar da var, indi orada lap təsdiqləyirlər. Yəni bu maşın demək olar ki, xərc tələb eləmir. Yəni düzgün qulluq eləsən, Məlum məsələ, yəni sürücü yaxşı baxsa, maşın o qədər bir problem yaradmayacaq. Əlbəttə, orijinal detallarla işlənsə hər şey, heç bir problem yaratmır maşın. Bəs ölkədə nəyə görə Opel və qorxulu avtomobil kimi sayırlar da, yəni qorxulu o vaxtlar idi. Yəni bir 5-6 il bundan qabaq, daha bir 7-8 il deyək bundan qabaq. Düzünsə, əksər şəhərdə Opel sürən çox çoxalır həqiqətən. Bəli, bu remeninə görə narahat idilər o vaxtı. Remen qırılma söhbəti vardı, klapanlar əyilir. O da ki, indi həm ustalar var, həm yaxşı keyfiyyətli zapçastlar var. Bilirik də hardan lazımdır almağa. Yəni problem yaratmır. Yəni indiki dövrdə yəni qorxulu bir avtomobil kimi sanki günlük sürüşmək üçün yəni normal bir avtomobil. O çünki indi мнение də dəyişibdi insanların Opel-ə qarşı. Yəni bir çox əvvəllər elə deyildi. Əvvəl qorxulu idi, amma indi həqiqətən əvvəllər çox danışırdılar, yəni şeydi, amma indi uje başqaca. Həm yaxşı ustaları var, həm də ki yaxşı zapçastlar var. Bəs bizə bu drive shaft haqqında bir danışa bilərsənmi? Yəni nətər oldu çempion seçildin, nəyə görə çempion seçildin? Maşının vidinə görə də əvvəl indi düzdür belə deyil idi. Stance idi maşın. Pasatkalı idi, çox pasatkalı idi. Fitment var idi. Və bəzi şeylərə bir rəngdir, nə bilim diskdir, təkərdir. Yəni belə şeylərə görə də fərqlənirdi. Çox fərqlənirdi. Ona görə də sağ olsunlar birinci yer verdilər. Fuad, avtomobili dəyişmək kimi bir fikrin var və hansı bir modelimə deyim, hansı kuzəmi dəyişərsən avtomobili? Dəyişməyə ehtiyac yoxdur. Mənim bu birinci maşın deyil də məndə. Yəni başqa maşınlarım da var. Yəni bu elə hələ ki qalıbdır da. Yəni dəyişmək fikrim yox. Avtomobili hər də şovkalar kimi. Mən bir iqruşkamdır da, başa düşürsüz, bununla oynamaq üçün. Obisləri əldə etmirik. Bunu da yığıram. Yəni nastroyenimi qaldırır bu. Belə pis maşının hər gün sürürsən, istifadə edirsən də hər gün sürülür, bəli. Bəli, sən bildiyimiz qədər Hyperdrive komitəmizin üzvüsən. Bəli. Onun haqqında bir qısa məlumat. Biraz sürənlər kommentariya yazmasınlar, çünki özümdə də dörd göz var. Narahat olmayın. Yəni rəngə görə danışıram. Dörd göz əla maşındır. Kanadadan məlum olduğu kimi, yəni biraz dörd gözün Dörd göz. İndiyə kimi Opel alır
olmalı, yəni o bir proyekt kimi görüb. Bəs bu ölkəmizə keçən event haqqında nə demək istəyirsən? Nələr dəyişdi olmağı daha çox istəyirsən ki, daha da cəlb edici. Biz event məsələsində yeniyik Azərbaycanda, yəni təzə başladıq. Yəni çox belə qısa ömrü var. Yəni deyim sizə ki, yəni bu çoxdandan olan şeylər deyil. Yəni uşaqlar düzdür, rəhbərləri, bu event rəhbərləri çalışırlar daha da müasir eləsinlər. Maraq çoxdur. Yəni cavanlarda maraq çoxdur, amma şərait yaratmırlar. Şərait yaratsalar, yəni qanun çərçivəsində də, yəni hamıya məsləhət görürəm ki, qanun çərçivəsində nəyini eləyirlərsə, qanun çərçivəsində eləsin. Nəyim, kəsim, doğruyum falan, peşməkən belə olmasın. Yəni zavod nə buraxır? Kayloverdə zavod buraxıb onu şeydir, yəni bez problem vursunlar. Ona görə incitməsinlər ki, bu niyə belədir? Yəni Kayloverdə başqa məqsəd üçün istifadə eləməsinlər. Yəni biri Kaylover alıb peridok verir. Naprimер, qayız ağlayır deyir ki, Kayloverdir. Qardaş, sən dəyişmirsən şeyi, nə idi onun adı? Bunun fasonu da əlbəttə ki, dəyişmirsən sən onu, istifadə edirsən sən o temadan. Kayloverdən istifadə edir. Kaylover nə üçündür? Maşın sport olsun, sürüş qaydası daha sərtləşsin, maşının yolda tutumu daha sərt olsun, başa düşürsünüz də, yəni o. Yəni başqa şey üçün həm peridok verim və yaxud da nəsə eləyim, o düzgün deyil. Əlbəttə ki, ona görə sonra incidəcəklər sizi. Yəni hər şey qanun çərçivəsindədir. Maraq çoxdur. Yəni və hər şey qayda qanunla eləyən adamları incidməsinlər və arzum odur. Fuad, bəs gənclərə və mənə nə məsləhət görərsən, bu avtomobili almağı məsləhət görərsənmi? Və avtomobil nə vəziyyətdə olmalıdır ki, yəni bunun həvəskarları da olur, nə olmaz, hər şeyin bir həvəskarı olur. Avtomobil birinci növbədə kosmetik vəziyyətdə pis ola bilər. Kosmetik vəziyyətdə falan peşmək. İndi baxırda yenə də deyirəm, elə vəziyyət var ki, kosmetik onu yəni bərpa eləmək olmur. Qeyri-mümkün. Əsas maşının xadavoy hissəsi ideal olmalıdır ki, sən başın qarışmasın o xadavoy hissəsinə. Çünki o çox pul aparır, yəni motor da yığmaqdır, korobka da yığmaqdır, belə şeylər əgərlər nasaz olanda sən yəni yenə də deyirəm, gənclərdən fərqli gənclər var, indi eləsin var, imkanı var, eləsin imkanı yoxdur. Yəni sən ona başın qarışmasın. Şəxsən məndə maşın xadavoy hissədə incidməyibdir. İncidməyib deyənə mənə imkan yaradıb ki, mən onun üst hissəsi ilə məşğul olum. Qardaş, maşın yığmaq üçün gərək əlin cibində olsun. Nə olmasa? 100%, yəni ki, orada başqa variantı yoxdur. Yəni yola verməyəsən. Gedib orada bazarda, yəni bazara iki cür girib çıxmaq olar da. Biri yaxşı da girib, mən də gedirəm bazara. Bazarda müxtəlif şeylər satılır, amma zövqlə onu yerləşdirmək lazımdır nəyəsə. Yəni elə şeylər var ki, gedirlər, ucuza qaçırlar. Qardaş, lütfə elə maşınımız elə həmin vəziyyətdə qalsın. Necə var, stok vəziyyətində yüngül bir dəyişikliklərlə maşını vidə gətirmək olar. Əgərləri dərinə getmək istəyirsə, yəni gedib orada nə bilim o spoiler, neponyatlı, yəni elə vururlar ki onu, o buferə uyğunluğu yoxdur onun. Və ən əsas bəzi opellərdə görmüşəm ki, qulşitel. Qulşitel, yəni belə şeylərdən, elə şeylərdən uzaqdır. Yəni o 4 qulşitel qoymaqla orada maşın. Və yaxud da ki, ən çox opelləri gördüyüm fışıltıdır. Qazanın Yəni bilsən səs ondan bilmirəm ki, yəni ondan nə həzz alırlar, yəni qaz verir, gedir, cəmaatını narahat edir. Mühərrikə də ziyanı var onun. Əsas yəni ki, o hava tam oradan yaxşı çıxmır. Əsas ondan saxlama və cərimə olmalıdır. Amma zavod səs çıxan maşınları saxlayırlar ki, yox bu qazan dəyişikliyi və ya nəsə olub. Yəni həqiqətən fışıltını eşidəndə üzüyordum, qalıb belə ki, yəni çox xoşa gəlməz. Çox xoşa gəlməz səslər həqiqətən. Yəni və onların da bir cür marağı var, nəyəsə bilmirəm. Ondan ləzzət alırlar. Nətə deyim? Quşit yerinə aralı görə tipa ki, quşit 4 dənə quşit, yəni onun qoymağın nə mənası var? Mən bilmirəm onu qoymaqla maşının at gücü mü atır və yəni maşını ondan sonra get, nə bilim, polirovka rəddi və yaxud disk alır, ondan daha yaxşıdır. Bəzən görürsən ki, belə şeylərə diqqət edir, amma maşının kosmetik vəziyyəti çox bərbad haldadır. Yəni elə ora qoyduğun pulları, qavasız puçuk, yəni. Bəli, elə ora qoyduğun pulları gedirəm kosmetikasına. Yox, far ala bilər, stop ala bilər, yan güzgahı qoya bilər, ulun dəyişə bilər. Hədə səliqəli olsun. Yəni vizual vəziyyətdən səliqəyə ehtiyac yoxdur orada. Yanında o 4 dənə quşdilər, nə bilim o yalançı quşdilər. Yəni mən belə şeylər bəyənmirəm. Heç məsləhət də görmürəm. Yəni yığırsınızsa, yəni əgərlər istəyirsə, mənim kimi drive show-da birinci yer tutasınız, yəni tam fərqli yanaşmaq lazımdır maşına. Yəni zavod necə qalsın və nətə deyim ki, maşını bir video gətirəsiniz ki, yəni fışıltı qoymanı siz yəni heç vakava gələsi deyirsiniz. Yəni maşına həqiqətən əziyyət çəkmək lazımdır. Yəni
Yəqin gecə gündüzü vermisən həmin festivallara, yəni çempion olmağın üçün. Bir də gələk, əlbəttə ki, 11 ildir də, yəni ki, 11 11 il il. Gələk olmuş ideyin səndə. olasan, ideyini, özündən ideyalar olar. Yəni mənim çox şey öz ideyamdandır. Yəni orada elə ablitsovkadan tutmuş, yəni bu mənim öz fantaziyalarımdır. Gələk özümün fantaziyası olsun. Düzdür, bəli, mən də görmüşəm kimdəsə nəsə götürmüşəm, amma yaxşı şey götürmüşəm. Gələk öz fantaziyamda olsun. Öz ideyalarına, öz Əlbəttə ki, düşüncələri, 100%. Yəni kiməsə baxıb demək, kimdənsə baxıb götür. Düzdür, bəzi şeylər var ki, Belə şeylər var, bəli, amma amma- ondan baxın, ondan Amma baxın belə. eləyir. əksəriyyət bir dəqiqə bir-birinə baxıb hərəkət edir. Əlbəttə ki, Bu yəni boydur, düzdür, o rahat şeydir. Ha bu disk bu maşına yaraşdı, mən də bu diski. mən də ondan qoyuram. Amma düzdür, bilsən, burada belə bir şey var ki, o əlavə rasxoddur. Əlavə rasxoddur özün öz ideyanla hərəkət eləmək. Əlavə rasxoddur. Bəli, səhvlərin olacaq. öz zövqü, Çünki öz mən şeyini. disk alacağam, gedəcəm, например, falan qiymətə falan disk alacağam. Aldım onu, düzdürmü? Taxtım yaraşmadı. Taxtım yaraşmadı, vəsə. O elə bir ki, diski məcbur oluram, sonra tapaza qoyuram, satmalıyam onu, başqa bir şey. Düzdür, o sən belə daha yaxşı öyrənsən, amma biri var ki də filankəs taxıbdı, buna yaraşdı, mən də gedim ondan alım. Və maşınlar başlayır eyniləşməyə. Bəli, maşınlar başlayır yeniləşməyə, amma öncə görsən ki, şey, nə idi ona? Belə amma rahatdır da, yəni cəmaət üçün rahatdır. Götür, adında Yəni bəzi şeylər var ki, yaxşı tərəfdə var, pis tərəfdə var. Hə, yaxşı tərəfi də var, pis Yaxşı tərəfi də olar ki, öz zövqünə də uyğun yığasan. Sadəcə o bərbad vəziyyətdə olan maşınlar, o 4 dənə quşdu, elə şeylərə fikir verin. Adam Baxın, əsəb hə, olur. mənim diskimdən istəyin, nə bilim, məsəl üçün. Amma o arxada o difuzerdir, nə bilim, falan peşməkən. Onu vurğulayaq ki, maşın bazarına bu satılan arxadan o 4 dənəli difuzeri bütün maşınlara basılır. Özü Samarezlə də basırlar. Hə, bir Çox biabırsı bir şeydir. Yox, özü də. Yəni bəzən özü də mən nə görmüşəm? Çox belə o 4 dənə quş dili bildim. Bəzi maşınların quş dili çox buferə yaxındır və üzü aşağı baxır. Ağzı aşağı. Deməli, taxır o difuzer ora. Quluşitili yaddan çıxardır ki, o həmin o quluşitil vurur o difuzerin üstünə. Bir də görsən ki, böyrü əriyib, zadura bura. Belə şey olar qardaş. Heç olmasa onun, yəni orada bir onu vurmusan, o quluşitilin səmtini dəyişir, heç olmasa. Çox vaxt aparır. Yəni mən maşını 9 ayda yığaram. Yəni rahat gedib sənə şablon şeylərlə 9 ayda yığ. 11 il gedib də bu maşının. Yəni bunun bəzi şeylərini tapmaq, gözləmək. Adamlar var, səbri yoxdur. Gözləməyə nəysə. Yəni elementar bu güzgünü mən 3 ilə tapmışam. 3 il maşın məndə olub, eşələmişəm, axtarmışam. Güclə bala ilə gətirmişəm onu şeydən. Vaxt və səbir tələb edir. Yəni Vaxt maşın və- yığmaq, yəni nəsə Səbir. ümumiyyətlə nəsə iş görmək, vaxt və səbir. 100%. Bir də əsas sevgidir. Sən gələ ondan həzz alasan. Və bir də ki, həvəsdir. Həvəsdən düşdün, yəni Hə, yəni yenə də deyirəm, gənclərə də məsləhət görürəm. Nəyi sevirsinizsə, onun da vaxtı düşür. onun axıra kimi dalınca gedin, həvəsdən düşməyin. Həvəs sənə çox çalışacaqlar, həvəsdən salsınlar. Yəni istəyən də var, istəməyən də var. Amma həvəsdən düşməyin. Və nəticədə görəsiniz ki, hər şeyiniz alındınız. Fuad, avtomobil əvvəl başqa bir stildə idi. İndi bambaşqa bir stildədir. Və disklərdə 17-dən 16-ya düşüb. Səbəb nədir bunda? Bu rahatçılığa görə eləmişəm. Rahatçılıqdır və indi o başqa bir stilli idi. Onun başqa bir gözəlliyi var idi. İndi tamamilə başqa bir stildə yığıram. Stil Gonka gedir, belə bir söz. Gonişin stili. O stildə yığacam maşını. İnşallah da yaxın gələcəkdə görəcəksiniz, xoşunuza gələcək. İnşallah, inşallah. Maraqlı olunacaq. Fuad, çox sağ ol ki, durdun, gəldin, əziyyət Siz sağ olun. çəkdin. Səmimi söhbətimiz oldu səninlə də. Allah canı sağ eləsin. Avtobusun ikinci bölümündə iştirak etdiyiniz üçün çox sağ olun. İnşallah tam hazır olsun. Allah qoysa bir dəfə də çəkərik. Daha İnşallah. maraqlı bir şey alınar. Bunlarda Kamran da var. Kamran avtomobili əvazını yığır. Uğurlar arzu Görək, edirəm. hazır olun onun maşını. Ümumiyyətlə hamısına kim maşınla məşğuldur, hamısına uğurlar arzu edirəm. Xüsusilə Subaru sürənlərə. Xüsusilə burada Mamukaya salam var. Subaru'nun papası. Yəni hamıya uğurlar arzu edirəm. Yəni və heç bax ruslar demişkən nikogda не сдавайтесь. Uğurlar olsun. Sağ Sağ olun. ol, sağ ol. Və son olaraq da onu demək istəyirəm ki, bu gözəl yeri bizə təşkil etdiyi üçün bir nəfərizə təşəkkürlərimizi bildiririk. Sağ olun, salamat qalın. Desəm ki, rekreyo xidmətə olun. Məzələn səni bu boyda belə. Təzəmin çıxacaq səndən ha. Rek var idi. Yo, yo, yo. Fuad. Sağlama, hoş əyləncələr. Sağ ol.